Bugün sizlərə 14 avqust üçün olan sualların izahını verəcəm. Gəlin birinci sualdan başlayaq. Qəşəng bir sualdır. Belə bir bizə qurğu veribdi. Hansı ki bu qurğuda görürsünüz ki, kalsium nitratın 3 molunu neynirlər? Elektroliz eləyirlər. Burada katodda və anodda ayrılan qazların fərqinin 112 litr olduğunu deyir. Litri hardan aldıq? Çünki y litr, x litr burada qeyd olunubdur. Deyir, x minus y fərqi 112 litr olan anda kalsium nitrat maddəsinin məhlulu 60 selsidə doymuş hala keçir. Bu məhlulun elektroliz prosesində əvvəlki qatılığının faizlə hesablayın. Yəni elektroliz olunmamışdan əvvəl. Gəlin birincisi biz kalsium nitratı elektroliz edək. Aktiv metal və oksigenli turşu qalığından ibarət olan bir duz olduğu üçün duza heç bir şey olmayacaq. Yalnız su elektroliz edəcək. Metalın yerinə hidrogen, oksigenli qalığın yerinə isə oksigen çıxar. 2 bura atarıq, 2 bura atarıq. Normalda burada biz nə edərik? Gəlin ilk öncə 112 litri bölək 22,4 litrə. Buradan alarıq 5 mol. Yəni x ilə y arasındakı fərq. Burada mənfi yük olan hissə katoddur. Müsbət olan hissə anod. Anoda mənfilər, yəni anion. Buradan oksigen gələcək. Y-imiz oksigendir. Burada müsbətlər gəlir, yəni kationlar. Burada hidrogen. Deməli, x ilə y arasındakı fərq 5'dir. Burada da mən görürəm ki, 2 ilə 1 arasındakı fərq 1'dir. Və buradan görərik ki, aradakı fərq 2 mol su reaksiya daxil olduqda, yəni elektroliz olduqda aradakı fərq 1'dir. Aradakı fərq 5 olduqda nə qədər su elektrolizə uğrayar? Buradan tapırıq ki, 10 mol su elektrolizə uğrayıb. Bunu burada saxladıq. Bu bizə birazdan lazım olacaq. Sonra baxaq burada görək nə var. Elektrolizə uğrayan kalsium nitratımız. Kalsium nitratının kütləsi deməli 164-dür. mR 164. 3 mol kalsium nitrat olduqda 164 vurulsun 3 və burada nə qədər su var bilmirəm. X qədər su var məhlulun içərisində. KH-ımızın 1500 olması o deməkdir ki, bizim duzumuz 1500'dür, suyumuz isə 1000'dir. Bu tənasibi hesablasaq, bu 3 ilə bunu aparsaq, burada 500 qalar, bu 500 ilə bu getsə 2 qalar. Və biz burada 164'ü vursaq 2'yə alarıq 328 qram su məhlulun içərisində qalmış olan. Və burada da 10 mol suyumuz elektrolizə uğramışdır. 10 mol su da 180 qramdır. Və üzərinə gəlsək 180 qramı, bu da eləyər 508 qram su. Yekunda 508 qram su var məhlulda. Qatılığını hesablamamızı istəyir. 3 molda kalsium nitratın kütləsində üstünə gəlsək, yəni 164 vurulsun 3. Bu da eləyir 492. 508 ilə toplasaq bizə verir 1000. 1000 qram məhlul. Əgər izah sizə qaranlıq qalsa, videonu yenidən əvvələ gətirib izaha diqqətlə qulaq asa bilərsiniz. Bizə artıq nə qaldı? Elektroliz prosesində əvvəlki qatılığı hesablamaq. Yəni omega bərabərdir 492 qram həll olan maddəmizi, yəni 3 mol kalsium nitratı böləcək ümumi məhlula 1000-ə, burasıyıq 100-ə, bu da 49,2 verər. Cavab D variantı. Biraz mürəkkəb sualdır. Keçək ikinci sualımıza. Reaksiya daxil olan maddələrdə hidrogen üstə gəlsin, oksigen alınır, su. Bunların başlanğıc miqdarları verilib. Reaksiya deməli artıq qalan maddənin kütləsi X, reaksiya məhsulunun kütləsi Y.
Deməli, ilk öncə mən görürəm ki, 4 qram hidrogen reaksiyaya girəndə 32 qram oksigen lazımdır. 1,6 qram biz görürük ki, hidrogen reaksiya daxil olsa, bir də var bizim əlimizdə 6,4 qram. Deməli, oksigen. Baxırıq ki, burada 1,6-yı bölməliyik 4-ə, eləyər 0,4. 6,4-ü 32-yə bölsək 0,2. Və baxıram ki, burada artıq qalan maddəm hidrogendir. Gəlin baxaq görək nə qədər artıq qalır. Tənasübümüzü bu şəkildə quracağıq. X-in 6,4-ə, 4-ün 32-yə. Baxıram ki, bu 0,2 dəfə artıb. Deməli, 4-ü də 0,2 dəfə artırsam, eləyər 0,8. Hidrogenin reaksiya daxil olan miqdarı 0,8-dirsə, onda artıq qalan miqdarı da elə 0,8-dir. Reaksiya məhsulunun kütləsini tapmaq istədikdə bu 36-dır. Buna da bir y yazsaq, o zaman bu 0,2 dəfə artıbsa, bunu da 0,2 dəfə artırsam 7,2 vermiş olur bizə. Bunlar arasındakı fərqi istəyir. 7,2-dən 0,8 çıxsam bizə verir 6,4. Deməli, cavabımız olacaq 6,4. Keçək 3-cü cədvəlimizə. Bu biraz sadə sualdır. Nəzəri əsaslanır. Deyir, cədvəl tamamlayın. Fosforun allotropik şəkil dəyişməsi haqqındadır. Ağ fosfor iyisi sarımsaq qoxuludur. Zəhərlidir, bəli. Kristal qəfəsi P4 şəklindədir deyə molekulyardır. Molekulyar. Suda həll olması həll olmur. Üzvü həll edicilərdə həll ola bilər. Qırmızı fosfor qırmızı rənglidir. Deməli, qırmızıdır. Qırmızı fosfor. İyisi iyisizdir. Zəhərli deyil. Kristal qəfəsin tipli atom kristal qəfəsdir. Suda həll olması həll olmur. Sonra qara fosfor da adından bəlli olduğu kimi qaradır. İyisiz. Demək olar ki, qırmızı fosforla eynidir, atomdur. Suda da həll olmur. Keçək növbəti 4-cü sualımıza. Bu da maraqlı bir sualdır. Bizə deyir ki, ilkin qarışıqda misin kütlə payını faizlə hesablayın. Mis və mis oksiddən ibarət olan 10 qram qarışıqdır. Hidrogenlə reaksiyasından alınan bərk nümunənin kütləsi 8,8-dir. Məhsulun çıxımı 75%-dir. Deməli, 10-dan 8,8-i çıxsaq, görək bərk qalığın kütləsi nə qədər azalıb? 1,2 qram. Və burada azalmaya səbəb olan şey mis oksidin hidrogenlə reaksiyasında mis oksidin içərisindən oksigenin çıxmasıdır. Və burada bu çıxma azalmaya sərf olduqda reaksiya tam şəkildə gedir 100%. Əgər azalma 1,2 qramdırsa, 75%-ə uyğundursa, bəs 100% çıxımla reaksiya tam getsə, nə qədər kütlə azalması baş verər? X bərabər 1,6. Və mən buradan görürəm ki, 80 qram mis oksid reaksiya daxil olduqda içərisindən çıxan oksigen kütləsi, yəni 16 qram azalma baş verir. Bəs nə qədər mis oksid reaksiya daxil olsa 1,6 qram azalma baş verər? Təbii ki, 8 qram. Deməli, bu başlanğıc qarışıqda 8 qram mis oksid var imiş, 2 qram da mis var imiş. Bizdən də soruşur ilkin qarışıqda misin kütlə payı nə qədərdir? Omega bərabərdir. 2 bölünsün 10, vurulsun 100. Bu da bizə verir 20%. Cavab B variantı. Keçək 5-ci yenə bir nəzəri sualdır, kükürdə aid. Kükürd göstərilən maddələrdən neçəsi ilə reaksiya daxil olmur? Deməli, kükürd burada yodla girməyəcək, qızılla girməz, su ilə girməz. Azot ilə girər, flor ilə girər. Girməz dediyi 3.